Salam əziz abituriyentlər. 26 oktyabr 2025-ci il tarixində 11-ci sinif 3-cü qruplar üçün keçirilmiş OTKAS sınağının tarix sualları ilə tanış olaq. 31-ci sual. Burada deyim ki, suallara diqqət eləsəz görərsiniz ki, həmişəki formatdan fərqli suallarla qarşılaşdıq. Sualların bəziləri çox çətin, bəziləri isə çox asandır. Və fərqli yerlərdən, xüsusilə də mədəniyyət, şagirdlərin çox da diqqət eləmədiyi yerlərdən suallar salınıb. 31-ci sualda bu suallardan biridir. Tarix proseslərinin ardıcıllığını tamamlayan bəndləri müəyyən edin. Demək, burada çıxdaşla tapa bilərik. Ərəblər arasında siyasi dini birliyin olmaması. Dəstəklərdə belə bir cümlə keçir. 6-cı əsrdə Yəmən uğrunda Bizanslar demək və Sasanilər ərəblərin vahid birliyinin olmaması, çünki bütpərəstlik var idi orada, dini birliyin olmasına istifadə edib işğal edirdilər. Demək və Bizans-Sasani müharibəsi nəticəsində tərəflərin bir-birini zəiflətməsi. Burada 624-28-ci illərdə baş vermiş Bizans-Sasani müharibəsindən söhbət gedir. Bu müharibə nəticəsində hər iki tərəf zəifləmişdi və bundan istifadə edən Albaniyada da müstəqillik əldə edilmişdi. Mehranlar hakimiyyətə gəlmiş 630-da. Misirin müsəlmanlar tərəfindən əlifət edilməsi məsələsi isə 7-ci əsr bildiyimiz kimi Raşidi xəlifələr dövründə baş vermiş prosesdir. İslam dini zəif alması, bildiyimiz kimi bu proses 6-cı əsrdə olub, İslam dini isə 617-ci əsrdə yaranıb. Bütün ticarət yollarının bütün yox, yalnız Yəmən Bizansın əlinə keçməsi, demək bu çıxdaş elədik. Ərəblərdə vahid dövlətin olmaması, bunu götürmək olar, amma Əməvilərin hakimiyyətə gəlməsi bildiyimiz kimi 661-ci ildir. Biz isə 628 və 661 arasında baş verən bir hadisəni seçməliyik, bu da getdi. Bu da Raşidi xəlifələr olmalı idi. 6-cı yüzillikdə Yəmənlərə keçmək yolunda Bizans-Sasani mübarizəsi, bəli, və İslam ordularının Bizans və Sasaniləri zəiflədiyinə görə rahat şəkildə məğlub etməsi doğru cavab C-dir. D variantı niyə olmaz? Çünki Ərəbistan yarımadasının müsəlman tərəfindən tamamilə fəth edilməsi bu dövrə aid deyil. Kordova xilafətinin yaranması isə 750-ci ilə aiddir. Bu da göstərilən dövrə, yəni 7-ci əsrə aid olmur. 8-ci əsrdir. Hicrətin baş verməsilə Məkkənin müdafiəsi zəifləməsi belə bir məlumat yoxdur. İspaniya fəthi isə 711-ci ilə aiddir. Bu da 8-ci əsrdir. Cavab C variantı. 32-ci sual rahat bir sualdır. Eradan əvvəl 3-cü minillikdə bildiyimiz kimi Çay vadisində Mohenjo-daro və Harappa şəhər xarabalıqları qalmışdı o dövrə aid və 2-ci minillikdə əhali buranı tərk edib getmişdi. Burada Harappadan söhbət gedir. 33-cü sualda xəritəyə baxsaq, ilk xəritədə Azərbaycan adı, eləcə də Arran adı bizə buradakı göstərilən xəritənin Ərəb xilafətinin tərkibində Azərbaycanın olduğu dövrün göstərildiyini nümayiş etdirir. Digər xəritədə isə fikir versəz, burada parçalanma baş verib. Burada fərqli bir dövlət, Şirvanşahlar dövləti var. Burada Dərbənd hakimliyi var. Həmçinin Şəki hakimliyi var. Yəni, fərqli dövlətlər var. Doğru cavabımız burada demək, işğalçı dövlətin, yəni Ərəb xilafətinin zəifləməsi və demək, Azərbaycanda dövlət ziyanlarının bərpa edilməsi. B variantı doğrular. Demək, A variantı niyə olmaz? Çünki burada vahid dövlət yoxdur. Bir dövlət yazıb ikinci xəritədə. C variantı ona görə olmaz ki, kiçik dövlətlərin yaranması olar, amma vahid Azərbaycan deyə bir şey yox idi həmin dövrdə, Ərəblər dövründə. Bu da səhvdir. İşğalçı dövlətin mövqeyə sarsılması doğrudur, amma Atabədin Albaniyaya aid deyil bu xəritə. Bu eradan əvvəl dövrün deyil, bizim eranı əhatə edir. E variantı ilə D variantı ilə eynidir. İskəndər imperiyası da dağılıb və dövlət ziyanları bərpa edilib, doğrudur, amma xəritə həmin dövrü əhatə etmir. 34-cü sual Əhəmənilər imperiyasının hakimiyyət dövründə. Bu cümlə sualıdır. Dəstədə belə bir cümlə keçirdi ki, Əhəmənilərin Azərbaycanın şimalındakı hakimiyyəti nominal, yəni şərti xarakter daşıyırdı. Ora nəzarət tam deyildi və nəticədə orada da əhalinin adət-ənənələrinə toxunmurdu. Nəzarət zəif idi. Sosial bərabərlik yox, bərabərsizlik olardı. Qatıla bilmirdi yox, siyasi proseslərə qatılırdı, vazılıb cümlə olaraq. Cənub torpaqları imperiyanın tərkibində deyildi yox, əksinə tərkibində idi, yəni Atropatena ərazisi, yəni Manna əraziləri, Kiçik Midiya ərazisi. Cənubunda köçəri İskit tayfaların ağırlığı davam edirdi. İskitlər Əhəmənilərdə hakimiyyətdə olmayıblar. Midiya ərazisində 28 il hakimiyyətdə olublar. Qədim Misir tarixinə aiddir, asan sualdır. Ali məmurun Çati başkomandanı xeyr, başkomanda Firondur. Qullar yad düşmən Hindistanda adlandırılırdı. Misirdə canlı ölülər idi. Vahid dövlət yaradarkən paytaxt Memfis idi və 4-cü minillikdə. 2-ci minillikdə Hitler mübarizə aparıb, bəli, 2-ci Ramzes Kadeş sülhünə başa çatan müharibədən söhbət gedir.
və Firon da Tanın Yezörün təmsil sayılırdı. Bəli. Cavab 4, 5. 36-cı suala baxaq. Azərbaycanda və Qərbi Avropada feodal münasibətlərinə aid ümumi cəhətdir. Rahat sualdır. Variantla da tapmaq olar. Kəndlərin çoxu feodalların şəxs asılı ilə Avropada idi. Bizdə şəxs asıllıq, yəni təhkimlik yox idi. Feodalların təsərrüfatı Avropada var idi, bizdə yox idi. Bu da ümumi deyil. İbtizamə quruluşunun dağılmasına yaranmışdı. Xeyr, quldarlıq quruluşunun dağılmasına yaranmışdı. 1000 ildən çox davam etmişdi. Doğru cavab budur. Belə ki, Azərbaycan, yəni şərq ölkəsi sayıldığına görə bizdə 3-cü əsrdən başlayaraq 19-cu əsrin ikinci yarısına qədər, Avropada isə 5-ci əsrdən 17-ci əsrin ikinci ortalarına qədər davam etmişdi. 1000 ildən çox davam etmişdi. Doğru cavabdır. 17-ci əsr paytaxtı xeyr. Xəritədə paytaxtları göstərmiş dövlətlər. Bildiyimiz kimi Qəbələdirsə burada Albaniyadan söhbət gedir. Qazaka isə Atropatenanın paytaxtı idi bildiyimiz kimi. Demək, ümumi cəhət soruşulduğuna görə 3-cü yüzilliyin əvvəllərində yaranmış, xeyr, 4-cü yüzilliyin ikinci yarısında yaranıb. Selevkilərin hücumuna yalnız Atropatena məruz qalıb. Midiyanın süqutu ilə xeyr, Məktəbi İskəndər imperiyasının parçalanması nəticəsində müstəqil olublar. Bizans və Xəzər xaqanı ilə mübarizə aparmışdır. Bu, demək, Albaniyaya aiddir yalnız. Ərazisi Azərbaycan Respublikasının bəzi rayonları əhatə etmişdir. Doğru cavabdır. Albaniya onsuz da Azərbaycanın şimalında, indiki Azərbaycan Respublikasının ərazilərini əhatə edirdi. Atropatenaya aid isə belə bir cümlə keçir dərslimizdə. Azərbaycanın bəzi şimal, demək, daha doğrusu cənub rayonlarını, indiki Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə edirdi. Bu da bir cümlə sualı idi. Qədim Roma tarixinə uyğunluq gözlənilmişdir. İlk Roma diktatoru Oktavian deyil, Sezardır. Bütün İtaliyanın işğalı eradan əvvəl 3-cü əsrdə başa çatdırılıb. Bu da padşahlıq deyil, respublika dövrüdür. Karfagenlə müharibə Makedoniya uğrunda deyil. Bu müharibəsindən söhbət gedir. Siziliya adası uğrunda idi. Respublika dövründə ölkəni idarə edirdi imperator. Xeyr, imperator imperiya dövründə idi. Maliyyə işlərinə baxan Ağsaqqallar Şurası, yəni senat idi. Doğrudur. Lulub və Kutiya fərqli olaraq Arata dövlət qurumu rahat bir sualdır. Arata dövlət qurumu eradan əvvəl 3-cü minilliyin birinci yarısında, Lulub və Kuti isə 3-cü minilliyin ikinci yarısında yaranıb. Demək ki, cavabımız 3-cü minilliyin ilk yarısında, yəni birinci yarısında Aratanın yaranması onu Kuti və Lulub ilə fərqli xüsusiyyətidir. Xəritədə baxsaq görürük ki, burada qırmızı ilə göstərilən yer Yunanistandır və Yunanlılar bildiyimiz kimi özlərini eldən adlandıraraq koloniyalar salırlar. Yəni 8-6-cı əsrlərdə Yunan koloniyaları Qafqazdan İspaniyaya qədər uzanırdı və bu xəritədə göstərilən hadisə Yunan koloniyalarının qurulmağının nümayiş etdirir yenə. 41-ci sual. Qədim Yunanistan tarixinə uyğunluğu müəyyən edin. Vulkan püskürməsi Mikenada deyil, Krit mədəniyyətində yaranan 2-ci Mihdə mədəniyyətin sivilizasiyasının süqutuna səbəb olmuşdu. Quraqlıq illərində kəndlilərin ağlarına borc alması və qulların sayının artması, bəli, bu borc daşı və ödəyə bilməkdə qula çevrilmə prosesini nəzərdə tutulur Yunanistanda. Son islahatlardan və 594-də keçirilib Attikanın bütün yox, yalnız kişi sakinləri vətəndaşlıq əldə etmişlər. Dori tayfalarının hücumu yaradan və 2-ci Mihdə və Sparta şəhərində əsası qoyulmuşdu. Mikena mədəniyyətin süqutu ilə cavabımız 2-4. Rahat bir sualdır. Azərbaycan xilafət dövrünə aid ifadələrin izahlarının doğru verildiyi səthləri müəyyən edir. Rabat xüsusi hərbi məskənləri idi, bəli, doğrudur. Vəqf dini idarələrin ixtiyarının torpaqlarıdır, bəli. Cavabımız 1 və 2. 3 niyə olmadı? Çünki cizyə bir vergidir, can vergisi, cəmaət torpağı isə icma idi. Xarac isə demək məhsul vergisi idi. Hərbi quruluğa görə verilən mükafat, ümumiyyətlə hərbi quruluğa görə verilən torpaq iqtad. Bu da yanlış cavabdır. Avropada feodal münasibət, artıq feodalizmə aid bu ikinci sualdır. Avropa feodal münasibətlərinin yaranması nə ilə müşahidə olunurdu? Bildiyimiz kimi Avropa feodalizm 476-cı ildə, yəni Qərbi Romanın süqutu ilə 5-ci əsrin sonlarında yaranmışdı. Demək, Roma imperiyasının respublika çevrilməsi yox, belə bir şey yoxdur. İmperiya dövrü daha da Roma artıq parçalanmışdı bu dövrdə, respublika dövrü isə eradan əvvəl idi. Suvarma sistemlərinin dövlətin ixtiyarında olması ilə, xeyr, belə bir məlumat da yoxdur. Roma imperiyasının dağılması ilə doğrudur və xristianlığın yayılması ilə. Cavab 3 və 4. 44-cü suala baxaq. Azərbaycanın şimal və cənub torpaqlarını Sasanilər və Ərəb xilafətinin tərkibində birləşdirilməsi nəticəsində. Bu da bir cümlə sualıdır dərslərimizdə. Sasanilər və Ərəb xilafət dövründə Azərbaycan tam şəkildə hər iki imperiyanın tərkibində birləşdirilmişdi və bu bir sıra müsbət nəticələri ilə demək nəticələri səbəb olmuşdu. Etnik mədəni birliyin təşəkkülü prosesi baş vermişdi. Bəli, yəni Türk xalqı, Türk milləti bu bölgədə bir eyni mədəniyyəti daşıyıcıdırlar, bölüşürdülər. Bu təşəkkülü, yəni formalaşma prosesi baş verirdi. Xristianlığın yox, İslamın yayılma ola bilərdi. Demək, Azərbaycan Türk ədəb dilinin formalaşması bu 13-cü əsrə aiddir. Yadelli işğalına qarşı mübarizədə əhali sıx birləşmişdi, doğrudur. Həm ərəblər, həm Sasanilər bölgədə köçürmə siyasəti,
eləcə də Türk tayfalarının buraya gəlməsinin qarşısını almaq üçün sədlər və s. çəksə də bu prosesin qarşısını ala bilmədilər və Türk xalqı burada, türklər ikinci köçüb nəticəsində burada əhali sıx birləşdi. Cavabımız 1-4. Sazilər saları rəvvadilərin varlığına son qoymuş tarix şəxsinin adlarının arıcılığını düzgün verib müəyyən edin. Sazilər bildiyimiz kimi 941-ci suq doğrayıb, son qoyan isə demək Salari Mərzban Məhəmməd idi. Salarilər 981-də suq doğrayıb, İbrahim Mərzban taxtına salan isə Əbülhizər Rəvvadi idi. Rəvvadilər də demək 1065-ci ildə suq doğrayıb, bunu isə Səlcuq Sultanı Alparslan tərəfindən son qoymuşdu. Doğru cavabımız 3. Məzdəkilər hərəkətlə Xürrəmlərə aid ümumi cəhət deyil. Məzdəkilər 481-529-cu illərdə baş vermiş hərəkatdır. Xürrəmlər isə 778-837-ci illərdə baş vermiş hərəkatdır. Ümumi deyil. Azərbaycan cənub torpaqlarına təsir etmişdir. Bu doğru cavabdır, ümumi deyil. Çünki Məzdəkilər dövründə Sasanilər, yəni Azərbaycan cənubu, Xürrəmlər dövründə də Bəz qalası ilə Qaradağ vilayətindədir. Azərbaycan cənubundan söhbət gedir. Əlaqətli cəmiyyət qurulmasına cəhd göstərilmişdir. Doğru cavabdır. Xürrəmlər Məzdəkilərin davamçısı idi, amma Yad Əli işğalına qarşı fərqli xüsusiyyəti kimi Yad Əli işğalına qarşı mübarizə apardılar. Mərkəzi hakimiyyətə qarşı yönəlmişdi. Doğru. Sasanilərə qarşı Məzdəkilər, Xürrəmlər də ərəblərə qarşı. Birinci min ikinci yarısına başlamışdır. Xeyr. Birinci min ikinci yarısına fikir versək, yalnız Xürrəmlər hərəkatı baş verib. Məzdəkilər birinci minin birinci yarısında başlayıb, yəni 481-ci ildə. Doğru cavabımız deyil. Əhali arasında geniş müsədası yatırılmışdı. Bu da doğrudur. Ümumi cəhətdir. Bizə fərqli xüsusiyyət istəyir. D variantı. Azərbaycan cənub torpaqlarında yaranmış İskit şahlığı eradan əvvəl 7-ci əsrin demək birinci yarısında yaranıb. İşbakay da onun hökmdarlarından biri idi. Demək Urartu ilə müharibədə İran üzrə hərbi yardım göstərdi. İran 8-ci əsrdə hakimiyyətdə olub. Urartu ilə də müharibə aparmayıb İskitlər. Urartunun varlığına son qoyub bu Midiyadır. Mannalı ittifaq qurub Asiyaya hücum etmişdi. Bəli, doğru cavabımız C-dir. Ahşer ilə ittifaq quran İşbakay demək birlikdə Asiyaya qarşı mübarizə aparmışdılar. Albaniya xristianlığı yayılması tarixi. Bildiyimiz kimi xristianlıq Albaniyada 1-ci əsrdən yayılmağa başlamışdır. 1-ci əsrdən 313-cü ilə qədər olan dövr apostol dövrüdür. Yəni Yunanpərəst dövrdür. Bu dövr yayılmağa başlamağından Urdayanın dövlət dini elan etməsi, yəni xristianlıq dövlət dini elan etməsinə qədər olan dövrdür. Bir də 313-dən sonraki ikinci mərhələdir. Bu da xristianlığın dövlət dini elan edilməsindən sonraki prosesləri əhatə edir. Birinci mərhələdə Aqoin kilsə məclisi, bu dövr 1088-dir. Bu həmin dövrü əhatə etmir. Yunanpərəst mərhələdir, yəni demək apostol dövrüdür. Bu 313 sonuçdan sonra. 4-cü əsrə qədər davam etmişdir, doğrudur. İkinci mərhələ 1-ci minin ilk yarısında uyğun gəlir. 1-ci minin ilk yarısı 313 bəli doğrudur. İkinci mərhələ hökmdar Urnar xristianlıq dövlətinə yatırılmasına başlamışdır, doğrudur. Apostol dövrü xeyr, bu birinci mərhələdir. Cavabımız 1C, 2A, B. Demək 49-cu sual Manna dövlətinin Assuriya dövləti ilə münasibətlərini pozulmanın səbəbləri. Manna İskit şahlığı yaxınlaşması, bəli, bu Ahşeri ilə İşbakayın dövründə İskitlə yaxınlaşma baş vermişdi və bu Aşurbanipalın hücumuna səbəb olmuşdu. Yerdən əvvəl 650. Azanın Assuriya arxalaması imtina etməsi. Aza əksinə Assuriya ilə müttəfiq olub imtina etməyib. Ulusun Urartudan kömək alıb, bəli, Eradan əvvəl 716-da taxta çıxanda 22 Manna qalası qarşısında. Bu da 2-ci Sarqon yürüşlərinə səbəb olmuşdu. Midiya Assuriya əleyhinə üsyanlara Manna dəstək göstərməsi, bəli, bu da Ahşeri tərəfindən İşbakay ilə birləşərək Kaştarti üsyanına dəstək nəzərə tutulur. Cavabımız 1-3-4. 5 niyə olmaz? Çünki Midiya hökmdarı Astiaqın dövrü Eradan əvvəl 585-550-dir. Ahşeri isə 675-650-dir. Yəni bunlar eyni dövrdə yaşamış hökmdarlar deyil. Böyük Hun qədim Çin dövlətləri şimaldan gələn hücumlara qarşı böyük sədd tikilmişdilər. Bu yalnız Çinə aiddir. 3-cü yüzilliyin birinci yarısında yox, ikinci yarısında yaranmışdılar. Makedoniyalara qarşı mübarizə heç bir aparmayıb. Demək, bir-birlə davamlı mübarizə aparmışlar. Bəli, doğru cavabımız budur. Asan bir sualdır. Asiya qitəsinin qərbində qonşu dövlətlər idilər. Asiya qitəsinin qərbində yox, Mərkəz Asiyada. Qərbində yox, mərkəzində. Eylerven diaqramında Türk dövlətləri Mihraqul xan və Boğman xaqanın Eylervində müqayisəsi. 6-cı yüzillikdə hakimiyyətdə olmuşdur. Hər ikisi oxşarlıqdır. Yeni dövlətin əsasını qoymuşdur. Boğman xaqan 552-ci ildə demək, birinci Göyçü dövlətini yaradıb. Bizans üzərinə dağıdıcı hücumlar etmişdi. Bu İstəmi xaqandır. Muğan xaqanın dövründə ölkənin qərb qanadına başçılıq edirdi. Heç buna aid deyil. Aşıran nəsli nə idi? Göyçülərdən söhbət gedir. Bu Boğman xaqana aiddir. Hindistanın şimal qərbini işğal etmişdi. Bəli ki, bu Mihraqul xanın dövrüdür.
Cavabımız 1Y, 2BC, 3A. B, C yox. Burada daha doğrusu D yazmaydım. Səhvən C yazdım. 1Y, 2BD, 3A, C variantı. Mana dövləti yaranmışdı. Bu da cümlə sualıdır. Mana dövləti yerdən əvvəl 9-cu əsrdə yaranıb və onun yaranması Assuriya və Urartu hücumlarından qorumaq zərurətindən dolayı yaranmışdı. Həmçinin Zamu hakimləri, vilayət hakimləri bu vilayət hakimlərinə, yəni Şarrani adlanan vilayət hakimlərinin birləşməyini məqbul görmüşdür. Cavabımız 1-5. Birinci minlik ilk yarısına aid onların müəyyən. Birinci minliyin ilk yarısı, yəni 1-dən 500-ə qədər olan dövrü əhatə edir. Birinci minlik birinci yarısı. Atropatena Zərdüştlüyün yanma başlaması. Atropatena yarandığı dövrdən elə Zərdüştlük onda, yəni eradan əvvəl mövcud idi. Çünki Əhəmənilər dövründə də qalmışdı, hətta Midiyada yaranmışdı. Albaniyada Aqon 2 səmərəsinin çalınması 488, bəli, bu göstərilən dövrə aid edir. Azərbaycanda Pəhləvi yazı sistemindən istifadə Sasanilər dövründədir, yəni 227-dən sonraki dövr. Doğru cavabımız 2-3. 4 niyə olmaz? Çünki Şamaxıda Sünni kəndinə məscid 920-ci ildə, bu birinci minin ikinci yarısına aiddir. Şumerlərin taxminat doğru fikirlər, şəhər dövlətləri idarəetmə əvvələ teokratiya sınır. Bu doğrudur. Dini hakimiyyət, yəni Tanrı tərəfindən hökmdarın seçilməyin anlamına gəlir. 7-ci minlikdə Misirdən xeyir. İki çay arasında Misirdən Mərkəzə Siva Altay dağlarına gəlmişlər. Şəhər dövlətləri Luqal adlanan kahin Endir. Luqal hərbi başçı idi. Bu da səhv cavabdır. Tarixdə ilk yazılı qanunları da Şumerlər yaratmışdı. Doğru cavab 1-4. Xronoloji ardıcıllıq. İlk dəfədir xronoloji ardıcıllıqda biz 3 demək variant görürük. Həmişə bu ən azı 4-dən olurdu. Albaniya Mehranlı sözünün hakimiyyətə gəlməsi 630. Şirvan və Dərbənd hakimi Şəhriyənin ərəb səkiyyəsi sülh bağlaması 643 Cərmidandan sonra. Ərəblərin Sasaniya üzərində ilk hücumları 633-dən başlayıb İraq və Şam istiqamətində. Doğru ardıcıllıq 1, 3, 2. Erkən Tunc və ilk dəmir dövlətinə aid ümumi cəhət. Süni svarmadan istifadə. Süni svarma erkən Tuncda yaranıb və dəmir dövründə də var təbii ki. Köçmə maldarlığın əhəmiyyətini itirməsi yox, əhəmiyyətinin artması olardı. Erkən Tuncda yaranıb və ilk dəmir dövründə də bu mövcudluğunu qoruyurdu. Metaldan əmək alətləri hazırlanırdı. Bəli, erkən Tuncdan ilk dəmirlərə elə Tunc və dəmirdən. Qalxanlı və Qəznəvi dövlətlərinə uyğunluğu müəyyən edin. 10-cu əsr 100-illiyin birinci yarısında iki yeri parçalandı. Qaraxanlı yox, Qəznəli iki yeri, daha doğrusu Qaraxanlı iki yeri parçalanıb 1042-də amma. Bu isə 11-ci əsrdir, 10-cu əsr deyil. İbn Sina və Əl-Biruni kimi alimlər sarayında himayə etmişdi. Bu Sultan Mahmud Qəznəlinin dövrünə aiddir. Demək, 10-cu əsr sonra 11-ci əsrin əvvəllərində 2B. Əsas rəqibi Uyğur idi. Xeyr, heç birinin rəqibi Uyğur olmayıb. Qaraxanlı Qəznəli rəqibi həm Səlcuqlar olub, həm də Samanilər olub. Banisi Sultan Tituna layiq görülən ilk hökmdar idi. Baxın, Sultan Tituna layiq görülən hökmdar Sultan Mahmud Qəznəlidir. Amma o dövlətin banisi deyil. Altəkindir Qəznəlinin banisi. Frasiyət sülaləsindəki bildiyimiz kimi Qaraxanlı dövlətinin digər adı idi. Demək, situasiya biraz fərqlidir. Situasiyanı oxumusunuz əgər. Burada Xəzər xaqanının 960-cı ildə demək, Kordova xilafətinə göndərdiyi məktubdan danışılır və bu məktubda Slaviyan yürüşlərinin qarşısının alınmağından Xəzər xaqanı bəhs edir. Demək, 58-ci sualda sonuncu abzasda bəhs edilən narahatlığın haqlı olduğunu göstərən Məhəmmədə verilməyən nəticələrin ikisini yazın. Burada Xəzər xaqanın narahatlığı haqlı idi. Bir neçə il ərzində onun qorxduğu dağırıcı hücum yalnız Xəzər dənizçi sahillərinə deyil, həm də xaqanın özünə yönəldi. Bu İqorun oğlu Sviatoslav həyata keçirdi. Bu 965 yürüşündən söhbət gedir. Məhəmmədə verilməyən nəticə yaza bilərik ki, 965-ci ildə demək, Xəzər xaqanlığı süquta uğradı və yaza bilərik ki, Sviatoslavın hücumu nəticəsində Xəzərlərin şəhərləri qarət edildi, dağıdıldı. Məktubun ikinci cümləsində nəzərdə tutulan Azərbaycan şəhərinin Məhəmmədə verilməyən adı. Burada diqqətlə baxsaq, bir şəhərin adından bəhs olunur. Bu Babül-Əvvab şəhəridir. Babül-Əvvab yəni qapılar qapısı. Ərəblərin bu adla adlandırdığı Dərbənd şəhəridir. Burada da Məhəmmədə verilməyən ad, yəni Dərbəndi qeyd edə bilərik. Və 60-cı sual, məktubun yazıldığı ilədək, yəni 960-cı ilədək Xəzər xaqanlığının həmin hücumları dayandırmadığını göstərən nümunələrdən ikisini yazın. Yəni, belə deyək, Xəzərlərin, daha doğrusu, Slaviyanların yürüşünün iki nümunə istəyir. Bu, burada məsələn 909,
910 Abaskon və Sarı adalarına yürüşlər. Həmçinin 914 ən böyük yürüş Xəzər xaqanın icazəsinə gəlmişlər. Həmçinin 944 Bərdə faciəsini də qeyd edə bilərik.